Fərdi məlumat insanı birbaşa və ya dolayı yolla tanıdan istənilən məlumatdır. Birbaşa tanıdan fərdi məlumatlar. Ad, soyad, ata adı, şəxsiyyətin dərhal kimə məxsus olduğunu müəyyən edən əsas identifikasiya məlumatıdır. Doğum tarixi insanı həm yaşına görə tanıdır, həm də digər məlumatlarla birlikdə şəxsiyyətini dəqiqləşdirir. Şəxsiyyət vəsiqəsinin nömrəsi konkret bir şəxsin dövlət reyestrindəki unikal sənədini göstərir. FIN kod yalnız bir nəfərə verilən və şəxsiyyəti qəti şəkildə təsdiqləyən unikal identifikasiya kodudur. Telefon nömrəsi sahibinə birbaşa çatmağa imkan verdiyi üçün şəxsi asanlıqla tanıdır. E-mail çox vaxt şəxsə məxsus unikal istifadəçi adından ibarət olur və onu birbaşa identifikasiya edir. Ünvan şəxsin harada yaşadığını göstərir və digər məlumatlarla birlikdə onu dəqiq müəyyən etməyə imkan verir. Fərdi məlumat insanı birbaşa və ya dolayı yolla tanıdan istənilən məlumatdır. Birbaşa tanıdan fərdi məlumatlar. Ad, soyad, ata adı, şəxsiyyətin dərhal kimə məxsus olduğunu müəyyən edən əsas identifikasiya məlumatıdır. Doğum tarixi insanı həm yaşına görə tanıdır, həm də digər məlumatlarla birlikdə şəxsiyyətini dəqiqləşdirir. Şəxsiyyət vəsiqəsinin nömrəsi konkret bir şəxsin dövlət reyestrindəki unikal sənədini göstərir. FIN kod yalnız bir nəfərə verilən və şəxsiyyəti qəti şəkildə təsdiqləyən unikal identifikasiya kodudur. Telefon nömrəsi sahibinə birbaşa çatmağa imkan verdiyi üçün şəxsi asanlıqla tanıdır. E-mail çox vaxt şəxsə məxsus unikal istifadəçi adından ibarət olur və onu birbaşa identifikasiya edir. Ünvan şəxsin harada yaşadığını göstərir və digər məlumatlarla birlikdə onu dəqiq müəyyən etməyə imkan verir.